Salam qızlar, bu gün mən sizə danışacağam. Nətər mən iynəsiz, kosmetoloqsuz qırışlardan qurtuldum. 27 yaşımda mən tapdım özümdə birinci dərin qırışlar. Mən getdim həkimin yanına, mənim də kosmetoloqum mənə məsləhət gördü botoks eləmək. Amma mən belə adamam, mən sözün düzü iynələrdən qorxuram. Həm də mən istəmədim özümün mimikasını itirib belə bitər üz olmaq. Yəni mən internetdə görmüşəm botokslu üzlər, onlar bir balaca bitər görükürlər. Mən istədim qalmaq natural, ona görə mən botoks eləmək istəmədim. Amma iş belə oldu ki, bu vəprosu mən birazdan решить elədim. 8 saat başa aşağı mən işləyirdim dırnaq ustası. Mənim ona görə pastayanla boynumda ağrılar olurdu. Axırda belə oldu ki, mənim onurğa sümüyümdə sıxışmaq oldu. Mən boynumu tərpədə bilə bilmirdim. Ona görə mən getdim həkimin yanına. Həkim də mənə sağlamlıq idman dedi eləmək. Həkim deyən idmanları eləyəndə mən gördüm mənim üzümün qırışları və şişmələri yoxdur. Yəni idmandan sonra yox olurdu. Mən istəyirəm demək, haçan biz belimizi əyri tuturuq, bizim boynumuz, dinaqlarımız yığılır bir yerə. Ona görə qan və limfa pis gedir. Qanla limfa pis gedəndə bizim üzümüzə lazımlı pitaniya çatmır. Limfa dayanır, üz itirir öz göyçəyrəyin, ondan əmələ gəlir şişlər və qırışlar. Çox zaman alınla və burun dodaq zonası xarab olur. Ona görə ki, əzələlər dartınır, yığılır, üz qalır bitər formada, əmələ gəlir qırışlar. Mən başladım eləmək həkim deyən idmanları hər gün. Həm də hər sabah 15-20 dəqiqə mən elədim boyun sinə masajı, üz masajı, üz gimnastikası. O mənim üzümün rəyini düzəldirdi, şişmələrin yığışdırırdı, qırışların gizlədirdi, ən bahalı kremdən də daha yaxşı işləyirdi. Qızlar, если siz istəyirsiniz iynəsiz, botoksuz, bahalı kremsiz cavan qalmaq, üzünüz göyçək olsun, qırışsız olsun, lazımdır beli düz tutmaq, masaj eləmək, üz masajı, boyun masajı, üz gimnastikası. İstəsəz mən sizə göstərərəm başqa videolarda həkim deyən idmanları və sabah elədiyim masajları. Öz fikrinizi yazın kommentariyada, paylaşın bu videoları öz rəfiqələrinizlə, yazın altdan kommentariyalarınızı, qoyun barmaq yuxarı. Çox sağ olun axıracan baxdığınıza görə. Görüşəriz başqa videolarda.